Mən deyərim toylar kraliçasıdır, bəli. Yəni bunu mən demirəm. Ayın bir 30 günü toy məclislərində. Ondan olsa deyərdi ki, ayda gündə bir 2 toy olsun, ayın bir 40 günü, 50 günü mən 40 toy, 50 toy olum da ayda belə deyək. Gündə 2 toyuna hesablasa. Bəli. Deyək Şirvanın kraliçasıyam. Bəli, Şirvanın kraliçası. Yəni biz izləyən müğənnilər inciməsin. Bunu hətta mən özüm də görürəm, canlı şahidi oluram. Hər gün demək olar ki, Şirvandır. Yəni o zonada toy məclislərində, el şənliklərində olur. Enerji dolu bizim dəyərli müğənnimiz Aygün Şükürova qonağımızda. Aygün emem yox ha. Çox vaxt Aygün ememlə səhv salırlar. Əslində mən deyərdim ki, elə Aygün ememdən də geri qalmayan səhnəmizin gözəli Aygün Şükürova ifası. Bilsən niyə şərab içirəm?